İqtisadiyyat Nazirliyinin dəstəyi Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunan sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır mövzusunda tədbir keçirilib. Tədbirdə aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Onlarla sahibkar, iş adamı, dövlət və hökumət nümayəndələrinin bir araya gəldiyi konferansda çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə sahibkarlığın inkişafı bir neçə mühüm mərhələdən keçib. Ən böyük nəticələr ondan ibarətdir ki, ölkəmizdə özəl sektorda, qeyri-neft sektorunda fəaliyyət göstərən vətəndaşlarımızın, muzluq işçilərin sayı 1 milyondan daha yüksək bir rəqəmdir. Ölkədə aparılan şəhərsalma islahatları nəticəsində 68 şəhərin baş planı təsdiqlənib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərinə görə 79 şəhərdən 68-nin yeni baş planı artıq təsdiqlənib. Qalan şəhərlər üzrə işlər davam etdirilir. Yenilənmiş baş planların mövcudluğu şəhərlərin inkişafını sistemli və proqnozlaşdırıla bilən müstəviyə çıxararaq sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq, infrastruktur təminatı və investisiya cəlbediciliyi yaradır. Nəticə etibarilə isə biznes təşəbbüslərinin genişlənməsi və dayanıqlı iqtisadi artım üçün möhkəm zəmin formalaşdırır. Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyevin sözlərinə görə ölkədə bərabər dəyərli əməyə görə bərabər əmək haqqı prinsipi, saatlıq əmək haqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar hazırlanır. Eyni zamanda məşğulluq sahəsində rəqəmsallaşma genişləndirilir və qanunvericilik bazası təkmilləşdirilir. Aparılan islahatlar sosial ödənişlərin də əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Belə ki, minimum pensiya 2.9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə yenə də 2.9 dəfə artaraq 594 manata yüksəlmişdir. Son 6 ildə ölkədə KOB subyektlərinin sayı 74% artaraq 424 mini ötüb. Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu dövrdə KOB-ların yaratdığı əlavə dəyər 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb. Məşğulluq göstəricilər isə 47% yüksəlib. Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə sıx qarşılıqlı əlaqəli şəkildə onların ehtiyac və inkişaf meyillərini öyrənməklə müəyyən edirik. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən konferans iştirakçıları da dövlətin özəl sektora yaratdığı şəraitdən danışıblar. Əgər müstəqil olaraq biz başqa ölkələrlə əməkdaşlıq edirik, dostluq əlaqələri qura biliriksə, deməli ölkəmizin bizə verdiyi dəstək sayəsindədir. Bizə sahibkarlığa yaratdığı münbit şərait sayəsindədir. Dövlət tərəfindən özəl sahibkarlar, xüsusilə xanım sahibkarlara xüsusi diqqət, qayğı və inkişafı üçün şərait var. Sonda konferans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.